Sabah 20 dərəcə şaxta olacaq. Gündəm xəbərin efirində günün hava haqqında məlumatını diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün yanvarın 2-sidir və yanvarın 3-ünə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin yanvarın 2-sinə 3-ünə keçən gecə bəzi şəhər ətrafı ərazilərdə hava şəraitinin az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyə də isti olacaq. Gündüz isə 5-8 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı gözlənilir, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyə də isti, gündüz isə 5-9 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir. Gündüz isə 3-7 dərəcə şaxta olacaq. Gecə və səhər isə bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.